Hamınızı salamlayıram və bu gün sizinlə krekerlər hazırlayırıq. Mən bugün qarabaşaqdan hazırlayıram, lakin qarabaşağı unla da əvəz eləyə bilərsiniz. 150 qram qarabaşaq üyüdülmüş. Üzərinə bir xörək qaşığı silyum əlavə elədim. Yoxdursa bunu əlavə etməyə bilərsiniz. 150 qram cürəbəcür toxumlardan mən də günəbaxan, balqabaq toxumu, kətan toxumu, üzerine ise susam sepəcəyəm. İndi bunların üzerine duz, kabartma tozu, bir çay kaşığıdır. 3 xörək qaşığı gördüğünüz gibi bakın bitki yağıdır. İstediğiniz yağdan istifadə edilə bilərsiniz. Zeytinyağı olsa daha faydalı olur. Ve bunu yaxşıca qarışdıraq. Burada yumurta yok, süt yok, katıl yok. Ve kalanı da su ile. Bakın 300 ml su gedir. Adi unla etsəz, qarabaşaqla eləsəz 350 ml su istifadə edəcəksiniz. Həm də ki burada psilyum var. Onların hamısı üçün şişmə payı qoyursunuz da. Böyle yarım 50 gram şişmə payıdır. Ve gördüğünüz gibi indi burada kabın dibinde biraz yağ kalmıştı. Üzerine su ve 2 çay kaşığı belə silə azacıq şeker tozu əlavə edirəm. Veya yumurta ağından istifadə edə bilərsiniz. Mən su ve yağdan istifadə elədim. 20 dəqiqə keçəndən sonra qatılaşdığını görəcəksiniz xəmirimizin. Ve yayırıq bunu soba tavasına serdiğimiz ya kağızın ya silikon lövhənin üzerine. Qalınlığı hardası 1 cm olacaq. İstəsəz qalın da eləyə bilərsiniz. Onda çörək kimi alınır. Yəni ki, elə bir dilim çörəkdir. Və qoydum sobaya 160 dərəcəli sobada 15 dəqiqə. Baxın, bu cürə oldu. Sonra götürürəm bıçaq, kəsirəm. İstediğiniz ölçüde kesebilirsiniz. İsteyirsiniz adi alıştığınız dilim çörək boyda kesin. İsteyirsiniz peçenye kimi biraz xırda kesin. Yani sizin isteğinize göre. Yumuşaqlığını da özünüz rahlaya bilərsiniz. Necə? Bakın necə çıxartdıq, hə? O hələ hazır değil. Buna yenidən sobaya koyacağıq. Yenidən sobaya koyanda biraz dərəcəsini artırıb 10 dəqiqə saxlasanız, onlar kreker kimi xırçıltılı olacaq. Yox, əgər istəyirsiniz çörək dilimi olsun, çörək kimi yumuşaq yeyəsiniz. Onda yenə də 160 dərəcəli sobada bir 10 dəqiqə saxlayırsınız, çıxardırsınız. Lap paketə qoymasanız da, masanın üstündə də qalsa qurumur. Yumuşaq, ləzzətli, doyumcu çörək olur. İndi bu ayırıp koyduğum o su ile şeker bunun üzerine çəkirəm. Xəmirə şeker katmamışdıq. Burada ise hardası 1 çay kaşığı da belə dolusu. Çünkü kiçik çay kaşığı idi məndə. Onu çəkirəm ki üstüne səpdiyim küncüklər yapışsın. Ona göre dedim ki istəyirsinizsə yumurta ağı çəkib səpə bilərsiniz. Küncük yoxdur, istifadə etmək istəmirsinizsə heç bu da lazım değil. Elə suyu səpəliyin üstüne pıskırdım belə. Koyun sobaya. 10 dəqiqə, 15 dəqiqədə pişdi, hazırdır. İndidən pişirənlərə nuş olsun. Like etmeyi, rəylərinizi yazmağı, suallarınız varsa sual vermeyi unutmayın. Onu deyim ki, düzgüyle, qaradalıyla, yulafla, glutensiz, qalan unlar ise glutenli hesab olunur. Yulaf xüsusi yulafdan istifadə eləsəniz, yəni ki, elə yulaf var ki, onun içində gluten var, eləsi var ki, yoxdur. Və gördüyünüz kimi indi o bişənə qədər mən bir balaca salat da düzəltdim, onun yanına çörək dilimi qoyuruq, çox ləzzətli olur, həm də doyumçul olur. Baxın, bu mənim günorta yeməyimdir. İndi belə hesab etsəniz. Axşama qədər nə acırsınız, nə yemək istəyirsiniz, düzdür, çay içirik. Heç nə ilə, şirinlə içmirik.
Bu hamıya şamil deyil ha, onu da nəzərə alın. Bu kimin şəkəri var, kimdə hər hansı bir xəstəlik var, kim arıqlamaq istəyir, onlara aiddir. Hələlik sizlə xudahafizləşirəm. Sağ olun, sağlıqla qalın. Şərqiyə xanımdan bu günlük bu qədər. Ruz bərəkətiniz bol, canınız sağlam olsun. Bir hazırlayın görün necə ləzzətli olur. Onu da deyim ki, qarabaşağın tamı gəlmir. Mən bugün yaşıl qarabaşaqdan istifadə etməmişəm. Qarabaşaq deyərsiniz nədir? Qreçkadır. Xudahafiz.